Həyatınızdan nigaransınızsa, bu videoya diqqətlə baxın. Bağışlayın, sizə kömək lazımdır? Xeyr, lazım deyil. Onda mən xahiş edim, mənə kömək edəsiniz, əgər mümkünsə. Nə baş verib? Yemək almaq istədim. Sən demə, pul qabımı unutmuşam. Mənə biraz borc verə bilərsiniz? Mən sizə yalan demirəm. Otelə qayıdan kimi pulunuzu gətirərəm, hara desəniz. Yaxşı, əlimdən gələni edərəm. Haralısınız? Mən başqa əyalətdənəm. Səyahət edirəm. Daha çox götürün. Pulsuz otelə necə çatacaqsınız? Taksi çağırın, bu kifayət etməlidir. Bəs siz necə? Mənim burada bütöv bir araba manqom var. Məndən ötürü narahat olmayın. Satmağa nəsə var. Bəli, amma siz bütün pulunuzu mənə verdiniz. Sizi harada tapacağım da hələ bəlli deyil. Narahat olmayın. Mənə də insanlar kömək edir. Məni ümumiyyətlə axtarmaya bilərsiniz. Niyə belə xeyirxahsınız? Dediyim kimi, Rəbbim ayaqlarımı alıb və çoxlu xeyirxah insanlar göndərib. Bilirsiniz, pulu geri götürün. Axı onlar sizə daha çox lazımdır. Yox, mən zarafat etdim. Zarafat etdiniz? Bəli. Yolda gedərkən sizi gördüm, bu yağışda necə gedirdiniz və yaxınlaşmağa qərar verdim. Xeyr, hər şey yaxşıdır. Mən səhər yağış hələ başlamazdan əvvəl çıxmışam. Mən sadəcə manqoları satmaq üçün bazara getməliyəm. Sizin çoxlu manqonuz var. Bu manqoları öz sahəmdə özüm yetişdirmişəm. Özünüz? Bəli, buyurun dadına baxın. Bağışlayın. Yox, heç nə